Salam hörmətli izləyicilər. Bu gün sizlərə 11-ci sinifin buraxılış imtahanında dəstək məqsədi üçün funksiyalar və qrafiklər mövzusundan bir sualın izahını verəcəyəm. Keçək sualın şərtinə. Şərtdə deyir ki, fx ax kvadrat plus bx plus c funksiyasının qrafiki verilib, AB məsafəsi 3-ə bərabərdir və B nöqtəsi -2, 0 olarsa A üstə B çıx C-ni tapın. Əvvəla B nöqtəsi nədir? -2-dir. Deməli, bunun x-i nədir? -2 y-ə 0-dır heç. AB məsafəsinin 3 olması üçün A nöqtəsi neçə olmalıdır? A nöqtəsi 1-ə 0 nöqtə olmalıdır ki, AB məsafəsi 3 versin. Deməli, A nöqtəsi nə oldu? 1 oldu. Deməli, A ilə B-lər bu nədir? Eyni zamanda tənliyin kökləridir. Ax kvadrat plus bx plus c tənliyin kökləridir. Əvvəla A sıfırdan kiçikdir, parabolanın qolları üzə aşağıdır və x1 bərabərdir 1, x2 bərabərdir -2 yazmaq olar. Eyni zamanda x-a mən 0 qiymətini versəm, İrqoxun kəsdiyi nöqtə C nöqtəsidir. Onda C neçə olar? C bərabərdir, avtomatik yazıram burada 2-dir. C-ni tapdıq 2. İndi ax kvadrat plus bx plus c bərabərdir 0 tənliyində yazıram ax kvadrat plus bx plus c bərabərdir 0 tənliyində kökləri məlumdur, V terimi tətbiq edək. x1 üstə x2 bərabərdir -b bölünsün a, x1 vur x2 bərabərdir c bölünsün a-ya. İndi x1-in yerinə 1 yazıram. 1 vurasın x2 neçədir? -2 bərabərdir. C-ni tapmışam 2 böl a-ya. -2 bərabərdir 2 böl a yazsaq, a neçə olar? A olacaq -1. Bax, a-nı tapdıq -1. İndi eyni zamanda x1 üstə x2 -b bölünsün a-dır axı. x1-in yerinə 1 yazıram. Plus x2-in yerinə -2 yazıram. Bərabərdir -b bölünsün a-ya. -1 bərabərdir -b bölünsün a tapsaq, b də nəyə bərabər olur? A-ya bərabər olur. A -1-dirsə, o zaman b də -1-ə bərabərdir. Çünki bunlar bir-birinə bərabərdir. İndi bizə nə deyir? Tap a üstə gəlinsin b çıx c. O da bərabərdir. A-nı tapmışıq -1. Üzərinə gəlinsin. B-ni tapmışam yenə -1. Üzərinə gəlinsin. Çıxılsın. Şərtdə çıxılsın verib 2. Yazıram 2. -1 üstə -1 -2. O da -2. Doğru cavab neçədir? -4 edər.